Çox bağışlayan, çox mehriban Allahın adı ilə mən mövzumuzla bağlı bir neçə kəlmə deyim. Sadəliyin dözülməz gözəlliyi. Mövzu budur. Mövzu sadəlikdir. Mənim mövzumdur. Yəni özüm o mövzulardandır ki, mən o mövzunu heç bir konspektə baxmadan, heç bir hazırlığım olmadan da o haqda danışaram və sevdiyim mövzulardandır. Çünki iç-içə olduğum mövzudur. Bu mənada həm qəşəngdir, həm də çətindir. Çünki həm də böyük mövzudur. Harasından yapışasan, harasından danışasan sadəlik mövzusunun ki, dediyim kimi formal bir söhbət olmasın, nəsə dəysin, nəsə sizin həyatınıza toxuna bilsin bugünkü görüş. Canımda onu hiss edirəm də, o dəhşətli bir şeydir. Sadəlik, böyük, mövzunun böyüklüyü. Deməli, əvvələn onu qeyd edeyim ki, belə bir bu adda kitab var. Sadəliyin dözülməz gözəlliyi əslində kitab adıdır. Bu kitab da xarici bir müəllifin kitabı deyil. Azərbaycanlı bir müəllifin kitabıdır. Bəlkə siz də onun çıxışlarını izləmisiniz. Mənim şəxsən izlədiyim dəyərli bir şəxsiyyətdir. Bu günlərdə Azərbaycanda çox sevilir, çox məşhurdur, çox populyardır və o şöhrəti haqq edən adamlardandır. O şöhrətə layiq olan adamlardandır və köpük kimi deyil. Bəzi şöhrətlər var, köpük kimidir. Müvəqqətidir, elə belədir, səs-küydür filandır. Amma bəzi şöhrətlərin əsaslı səbəbi var. Yəni, doğru şöhrətdir, yaxşı şöhrətdir. Mən həmişə deyirəm ki, yaxşıların zirvədə olması həqiqətin xeyrinədir. Yaxşılar, doğruların zirvədə olması, məşhur olması həqiqətin xeyrinədir. Ona görə adam bu şöhrətə, bu məşhurluğa sevinir və ümumiyyətlə mənə görə bu şəxsiyyətin, bu dostumuzun, bu müəllifin şöhrətinin belə az bir zamanda belə populyarlıq qazanmasının və hər evə girməsinin, bütün qəlbləri fəth eləməsinin özü bir fenomenal hadisədir və özü müzakirə olunmalıdır. Mən fikirləşirəm, nə format tapım buna, bir gün bunu müzakirə eləyək. Necə oldu filan kəs müəllim bu sürətlə insanların qəlbinə yol tapdı? Hansı faktorlar buna səbəb oldu? Yəni, sosioloji bir bəhsdir. Biz elə belə baxırıq məsələlərə. Mənə elə gəlir ki, məsələn, belə bir insan qərb dünyasında olsaydı, bu fenomen mütləq araşdırılardı. Bizdə bu mövzular araşdırılmır. Ən azından müzakirə formatında da oturaq fikir adamları, düşüncə adamları bunu müzakirə etsinlər ki, necə oldu bu doğrudan? Mən Hacı ilə bağlı kitabda, Kostyumda kitabında bunu yazmışam. Bu istəyimi yazmışam. Məsələn, tamam, biz deyirik ki, belə filan, amma bu bir sosioloji faktdır da. Bir insan gəldi, fəth elədi, getdi. Bu izdiham, bu sevgi, bu böyüklükdə, bunun üstündən sakit keçmək olmaz da, bu araşdırılmalıdır. Necə oldu ümumiyyətlə? Bilirsiniz, çayxana söhbəti yox da, hədə belə ilə belə oldu filan, belə yox. Ciddi araşdırma tələb eləyir bu ki, otura fikir adamları bunu müzakirə edə, biz də dinləyək. Auditoriya da dinləsin. Necə oldu belə bir fenomen yarandı? Necə oldu belə bir sevgi yarandı? İnsan bunu necə bacardı? Bu nəyə görə araşdırılmalıdır? Örnək olmaq üçün də Hüsnü Xət kimi digərlərinə də deməli gedilən bir yol var. Bayaq kim idi deyirdi İhdinəs sıratan müstəqim. Doğru yol. Məsələn, Quran-Kərim dərhal ardınca deyir ki, nəzəriyyə təqdim eləmir də, deyir doğru yola bizi hidayət elə. Dərhal deyir ki, nemət verdiyin kəslərin yolunu. Yəni, bu gedilmiş bir yoldur, təcrübə olunmuş bir yoldur. Buna şövq edir ki, yəni siz nəzəriyyələrin dalınca olmayın. Nəzəriyyələrin, quru nəzəriyyələrin dalınca olmayın. Gedilmiş yolların dalınca olun. Məsələn, yeni yollar həmişə nə qədər möhkəm, möhtəşəm olur olsun, təhlükəlidir, çünki gedilməyib. Məsələn, maşınlarla bağlı belə bir şey var da, təzə maşınlar çıxır, çox gözəldir, çox əladır, amma peşəkarlar deyir ki, səbr eləyin, bir 5 il, 10 il özünü təsdiqləsin. Sürülsün, baxılsın, qüsurları çıxsın falan. Zahirən belə yaxşıdır, amma ki, bu göstərməlidir özünü.
Həmçinin bax belə bir şey, necə oldu ki, bu insan belə sevildi filan, bu ayrıca bir mövzudur. Nəsə çox təriflədim və mənə olan qınaqlardan biri də oldu. Deyirlər, bəzi dostları çox ballandırırsan, çox tərifləyirsən. Bunun da əsası var. Kimdir bu kitabın müəllifi? Sadəliyin dözülməz gözəlliyi. Müşfiq müəllim. Müşfiq müəllim və Rauf Qara İşıq adında iki nəfərin məktublaşması əsasında mən istərdim ki, dostlar bu kitabı oxusunlar. Bir müəllifin yaxından tanımaq üçün onun çıxışları da yaxşıdır, amma kitab akademik bir şeydir də, kitabınla tanış olmaq daha yaxşıdır. Sadəliyin dözülməz gözəlliyi Müşfiq müəllimlə Rauf Qara İşıq adında bir şairin, həm də elmi tədqiqatçı alimin həm müəllif olduğu əsərdir. Epistolyar janrda yazılıb, yəni məktub janrında, məktublaşma. Yəni bu ona məktub yazır, o buna belə məktub yazır. Hansısa mövzuları qoyub müzakirə edirlər. Bu ənənə maraqlı bir ənənədir. Məktub janrında yazılan əsərlər, maraqlı ənənələr var. Məsələn, yadıma gəldiyi qədər tutalım Andre Moruanın Yad qadına məktubları var, kitabı var. O da yaxşı kitabdır. Yad qadına məktublar deyəsən belə olmalıdır adı. Və yaxud Kəmal-Dövlə məktubları Axundovun. Belə nümunələr var, bədii nümunələr də var. Məsələn, Hötenin məktubları var. Gənc Werterin istirablarında Werter məktublar yazır dostuna. Və həmçinin ən müasir örnəyi bizim indi yazdığımız romandır. Muradın istirabları romanı. Orada da sevdiyi xanıma yazır məktubları və məktublar üzərindən məsələləri izah edir, şərh edir. Burada da məktublar vasitəsilə müəlliflər çox gözəl məsələləri qeyd edirlər və həqiqətən də siz hər mövzuda, qoyulan mövzuda sadəliyin dözülməz gözəlliyini hiss edirsiniz. Görürsünüz ki, necə sadədir məsələlər, necə sadə yanaşılıb, necə sadəliyə bir çağırış var. Bu mövzuya qayıtmaq lazımdır, onu deyirəm. Yəni, bu mövzuda daha dərindən danışmaq lazımdır. Gerçi mövzunun adı sadəlik olsa da, sadəliyə dərindən yanaşmaq lazımdır. Bu mövzu dünyanın gəldiyi mövzudur. Dünya dalana dirənib. Dünya çox mürəkkəbləşdi, çox qəlizləşdi və bir yerdə təzədən dönməyə başlayıb sadəliyə. Ki, dünyada bu prosesin adı esensializmdir, essensializm. Yəni, gövhərə qayıdış, ən vaciblərə, ən əsaslara qayıdış. Məsələn, bizim təlimimiz var deyə, uşaq tərbiyəsində esensializm. Ən əsaslar yəni. Əsaslara qayıdış. İnsan çox şeyin dalınca olub, çox mürəkkəbləşib, çox qəlizləşdirmişik həyatı. Yaşamaq çox qəlizləşib. Halbuki hər şey çox sadədir əslində. Həqiqətlər çox sadədir əslində. Sadəliyin dözülməz gözəlliyi. Sadəliyin qarşısında ilk ağla gələn anlayış hansıdır? Məsələn, sadə insan, bir də eqolu insan var da, düzdür, eqolu. Məsələn, indi müasir psixologiyada çox təşviq olunur eqoya. Eqon olmalıdır sənin, sən özünü düşünmək və s. bu mövzular. Eyni zamanda başqa bir kitabı tövsiyə edim sizə. Ryan Holiday'in məşhur Ego Düşməndir kitabını oxuyan olub. Xədicə oradan deyəcəm. Xədicə, sən maşallah olsun. Kitab qalmayıb. Ego Düşməndir kitabı. Ryan Holiday o müəlliflərdəndir ki, Amerikalı müəllifdir. Onun bir neçə kitabı tərcümə olunub Azərbaycan dilinə. Bir neçə kitabı. Mənə görə ən yaxşı kitabı budur. Məsələn, Stoikin gündəliyi kitabı var. Ondan sonra Maneə yoldur kitabı var. Yadıma gəldiyi kitabları, bax bunlardır. Bunlar hamısı maraqlı kitablardır. Amma Ego Düşməndir çox yaxşıdır. Həqiqətən. Sonra mən o kitaba bayaqları göz gəzdirəndə gördüm bir müəllif kitabın üz qabığında da mənim kimi düşünür. Yazıb ki, Holiday'in ən yaxşı kitabıdır bu. İndiyə qədər yazdığı ən yaxşı kitabıdır. Həqiqətən də çox belə qəribə bir ilham gəlib bu müəllifə. Bu müəllif şərqi dərindən bilən adamdır. O kitablardır ki, onu mən istəyərdim yazanda.
Yəni o qədər gözəl yazıb kitabları, xüsusən Ego düşməndir kitabı orada bəhs edir ki, eqonun düşmən olması, bütün əslində bizə mane olan, yaşamağa mane olan, uğur qazanmağa mane olan, xoşbəxt olmağımıza mane olan ən böyük əngəl kənarda deyil, içimizdədir, eqodur. Bunu əsaslandırır. Bunun tarixdən həm örnəklərini verir, həm müasir dünyamızdan örnəklərini verir ki, ego necə məhv edib insanı. Ego necə mane olub onun yaşamasına. Məsələn, kitab 3 hissədən ibarətdir. Xüsusilə 3-cü hissə çox diqqətimi çəkdi. Bundan ki, deyir, məsələn, insan uğursuzluğa düçar olur, hansı işi alındırmır, yaxşı insan olmur və bunun günahını çox az insan özündə görür. Yenə ego girir araya. Yenə başqalarını günahlandırmaq. Yenə başqaları, nəticə etibarilə nə olur? Yenə yerində sayır. Çünki günahkar başqaları deyilsən özünsən. Ego problemin əsasını görməyə mane olur. Bəli, səni sakitləşdirir, səni rahatlaşdırır ki, başqalarıdır. Əslində sən atan belə olsaydı, sən belə olardın. Anan elə olsaydı, belə olardın. Yəni, çox gözəl kitabdır. Mən bu günləri elə tövsiyələr verəcəm də, çox danışmayacağım. Kitablara referanslar verəcəm ki, oxusanız bu mövzularda, bilirsiniz, məsələn, mən bəzi müəlliflərin adını çəkirəm, amma kitablarını tövsiyə etmirəm. Çünki məsuliyyət hiss edirəm də, kimsə gələcək o kitabı oxuyacaq, deyəcək, bu nə kitabdır? Dəyməz də. Bəzi kitablar var, həqiqətən belə də, yəni. Amma o kitablar ki var, ki mən adını çəkirəm, əminəm ki, o kitabda çox dərin mətləblər görəcəksiniz. Holiday'in bu kitabı o kitablardandır ki, dərindən oxumaq lazımdır. Mən özüm 2 dəfə oxumuşam. Bir dəfə oxumaq lazımdır. Üzərində dayanmaq lazımdır ki, əsl məsələlərdə dünyada yaşamaq üçün neçə dənə mətləbi bilmək kifayətdir, dostlar. Sadəliyin dözülməz gözəlliyi həm də budur. Dünyada yaşamaq üçün 3-4 dənə mətləbi bilmək kifayətdir. Böyük şəxsiyyətlərdən birinin yanına gedirdilər. Tövsiyə almağa. Bezdirmişdilər adamı. Bizə tövsiyə verdi. O da bir dənə söz dönür, dedi, gedin bildiyinizi əməl edin. Dolamayın da zaman. Sən tövsiyə almağa gəlmisənsə, deməli sən özündə dolamısan, mənə də dolamısan da. Yəni nə tövsiyə? Get bildiyini əməl elə də. İnsana bildiyi kifayətdir. Neçə dənə sadə həqiqət var yaşamaq üçün. Ona görə deyirlər ki, qədim dillər çox bəsit olub, sadə olub da, bir neçə əmrdən ibarət olub. Yavaş, insanın cəhaləti yavaş-yavaş hər şeyi qəzləşdirib, gəlirlər, bunu istəyirlər, onu istəyirlər, biraz da izah elə, biraz da filan elə. Keçən səfər inəkdən danışdıq, inək xatirələri. Sonradan yadıma düşdü, dedim, kaş orada Bəqərə surəsindən danışaydım. Uşaqlığımda mənim inəklə bağlı çox xatirələrim var. Keçən təlimdə bu haqda çox danışdıq, uşaqlıq xatirələrimi filan. İnək otarmağım, inək üstündə döyülməyim və s. və s. Yadımdan çıxıb deyəm ki, Qurani-Kərimdə belə baxmayın, müəllim bu nədir? İnəkdən, bütün təlim danışdıq. Qurani-Kərimdə inək adında surə var. Bəqərə surəsi var, inəkdən danışılır. Orada da bu mövzudur, bax, mürəkkəbləşdirirlər. Həzrət Musa deyir ki, bu məsələyə görə gedin bir dənə inək kəsin. Fəzbəhu bəqara, gedin bir inək kəsin. Gəlirlər deyirlər, necə inək olsun? Rəngi nə olsun, nəmnəyi nə olsun, yaşı olsun, qəlizləşdirirlər mövzunu. Deyir ki, ona görə qəlizləşdirirlər ki, əslində eləmək istəmirdilər. Eləmək istəmədikləri üçün müxtəlif qəliz, elə vəziyyətə gətirdilər ki, o inəyi tapmaq çətinləşdi. Hər sual verdikcə detal verilirdi də, belə olsun, rəngi belə olsun filan. O inəyin özünü tapmaq çətinləşdi. Sadəliyin dözülməz gözəlliyi. Deməli, dostlar, başqa bir kitab ki, mən bu günləri sizə təqdim eləmək istəyirəm. Mark Avrelinin kitabıdır. Onu hətta özümlə götürmüşəm. Mark Avrelinin kitabıdır. Mark Avreli böyük bir imperator olub və stoyacı fəlsəfəsinin əsas banilərindən biri, əsas qurucularından, inkişaf elətdirənlərindən biri olub. Nümayəndələrindən desə daha doğrusu olar. Çünki stoyacılıq Avreliya kimi yaranmışdı, çox daha qədimdir. Böyük bir imperator olub. Bu kitabını, məsələn, bax, bu bizim stolüstü kitabımız olmalıdır. Çox qəşəng kitabdır, Düşüncələr kitabı. Mark Avrelinin Düşüncələr kitabı
Bəli. Mark Avreli. Mark Avreli bizim eramızın 2-ci əsrində yaşayıb, böyük bir imperator olub, eyni zamanda düşüncə adamı olub, şəxsən qələmə aldığıdır. Tarixdə var ki, özü üçün düşüncələrini, özdə kitabın tərcüməsi, orijinal adı belə olmalıdır, mənə görə düşüncələri eləyiblər, amma mənə görə özünə düşüncələr. Təqribən səsli düşünmək kimi bir şeydir. Yəni, özü ilə düşünüb və qələmə alıb, sonra belə məsləhət olub ki, bu yəni, kənara da çıxsın, başqaları da olsun. Özümlə düşüncələr. Niyə bu kitab qiymətlidir? Nəyə görə bu kitabı ümumiyyətlə gətirdim və sizə onun haqqında danışmaq istədim? Mark Avreli bu kitabın əvvəlində bir sadəlik eləyir. Mövzumuz axı sadəlikdir. Mark Avreli bu kitabın əvvəlində bir nəyi kimdən öyrəndiyin deyir. Biz amma özümüzü elə əlvamə aparırıq ki, sanki bunları elə həmişə özümüz bilmişik. Məsələn, bu böyük bir mədəniyyətdir. Deyir ki, qardaşımdan filan şeyi öyrəndim. Məsələn, kitab belə başlayır, birinci kitab. Birinci kitabda qədirdanlıq da qoymaq olar adını, fəslin, təşəkkürnamə kimi. Deyir, babam mənə səmimiyyət və sadə qəlbliyini miras qoydu. Anamdan zahidlik, səxavət, nəinki pis işlərdən, hətta pis fikirlərdən belə uzaq durmaq, bir də hər cür cah-cəlaldan kənar, sadə həyat tərzi keçirməyin vacibliyini əxs etdim. Sonra, məsələn, növbəti səhifələrdə çox gözəl yazır, oxuyacaq sözünüz. Qardaşım serverdən yaxınlarını sevməyi, həqiqət və ədalətə məhəbbət bəsləməyi öyrəndim. Sonra Maksimdən təmkini, başqalarının təsiri altına düşməməyi, çətin vəziyyətlərdə, o cümlədən xəstəlik zamanı ruh yüksəkliyini qorumağı, nəzakəti və şəxsiyyətini uca tutmağı öyrəndim. Bu kimi məsələlər yazır. Sonra deyir ki, Avreli, məsələn, bəzi adamları hətta vəsf edir orada. Çox xoşum gəldi bu tərzdən. Deyir ki, o, bir Maksim haqqında danışır, deyir ki, o ədəbini qorumaqla zarafat etməyi bacarırdı. Kiçik cümlədir, amma nə qəşəng cümlədir. Ədəbini qorumaqla zarafat etməyi bacarırdı. Sonra gəlir, bilirsiniz də, bunlarda tanrılar çox olub axı. Tanrılar başlayır, gəlir, axırda tanrılara çıxır. Tanrılar mənə yaxşı babalar, yaxşı valideynlər, yaxşı bacı, yaxşı müəllimlər, yaxşı ətraf, qohum, dost, demək olar ki, hər şey verib. Tanrılardan danışır. Tanrıların mərhəmətindəndir ki, hadisələr məni biabır edəcək məcraya yönəlmədi. Görün nə deyir? Tanrıların mərhəmətindəndir ki, hadisələr məni biabır edəcək məcraya yönəlmədi. Tamamı qayət mümkün edir ki, mən filan. Bir yerdə var, o unutdum. Deyir ki, görün nə deyir? Deyir və bir də qohumlarıma heç birini, heç bir hərəkətimlə incitməməyi mənə çox görmədi Tanrım. Halbuki xasiyyətimdə belə bir cəhət var. Hərdən incidə də bilərdim. Çox sadədir. Sadəlikdən danışmışkən, baxın, insan sadəliyin bir qapısı da odur ki, insan nəyi kimdən öyrəndiyini bilsin. Axırda da gəlir xanımına görə, yenə gözəl xanımım var, sadə qəlbli filan, buna görə də Tanrıya təşəkkür edir. Yəni, bu adam hiss şeydə özünə pay çıxmır. Deyir, nə yaxşı ki, o elə elədi ki, hadisələrin məcrası doğru yola getdi. Mənim müəllimi, biz dərindən baxsaq, baxın, sadəlik buradan başlayır. Sadəlik buradan başlayır. Holiday, Ego düşməndir kitabında bunu birinci fəslində bundan danışır. Deyir ki, bizim özümüz haqqında təsəvvürlərimiz çox böyükdür. Özümüz haqqında təsəvvürlərimiz böyükdür deyə sadə ola bilmirik. O qədər qəşəng bir bəhsdir bu. İnsan özündə heç bir şey görmür. Yəni, buna görə yox ki, o sadəlik edir. Buna görə ki, əslində belədir. Həqiqət budur. Həqiqət budur ki, insan çox az şeydə öz payı var. Öz üzərinə düşən payı var.
Məsələn, istənilən tutalım mənim yaxşı cəhətimin üstünə əlinizi qoyun. Məsələn, İlqar müəllim filandır. Mən onun səbəbini bir başqa kənarda tapacam. Tutalım mehriban adamdır. Mənim anam mehriban adam olub. Mən də gen vasitəsilə mənə keçib, bu mehribanlıq mənə keçib. Məsəl üçün deyirəm. Bir çox şeylərdə dərindən baxanda görürük ki, bizim payımız çox azdır. Əslində Allah nəsib edib ki, bir dostla rastlaşmışıq. O dost bu sözü deyib, bu kitabı oxumuşuq. O bu kitabı oxumayıb. Və s. və s. Yəni o qədər insan bunun fərqində olmalıdır ki, əslində hər şey ondan kənarda baş verir. Onun belə bir ciddi bir şey yoxdur. O zaman insan sadə olanda təbiətlə harmoniyada olur. Sadə olanda yaşamağa başlayır. İnsana mane olan egosudur. İnsana mane olan egosudur. İnsan düşünəndə ki, tutalım mən burada səmimi qəlbdən elə düşünürəm ki, səmimi qəlbdən bilirəm ki, siz hamınız məndən dəyərlisiniz, paksınız. O bəzən çıxışlarda eşidərsinizsə belə danışırlar belə. Ola bilsin ki, bəziləri həqiqətən formallığa görə belə deyir. Ki, belə deyərlər də adətən, siz çox dəyərlisiniz filan. Amma bəziləri, mən tanıdığım bəziləri həqiqətən bütün səmiyyətlərlə bunu deyirlər. Bu bir sadəlikdir. Siz bunun əksini düşünəndə bir yarışın içinə girirsiniz. Məsələn, burada daha fərqli fikir deyim. Əgər bu kafada olsanız ki, daha fərqli bir fikir deyim, bir yarışın içinə girəcəksiniz. Bir stres gələcək, bir həyəcan gələcək. Bir də olur ki, yox, mənim elə bir dərdim yoxdur ki. Mənim də fikrim budur. Mənim də sözüm budur. Ona görə sadəlik böyük bir həqiqətli, böyük bir anlayışdır. Və sadəlik bir yaraşıqdır. Məşhur bir dənə şeir var, sadəlik bir yaraşıqdır, olasan sadə gərək. Ey oğul, uymayasan, adə gərək, belə bir şeydir. Sadəlik bir yaraşıqdır, olasan sadə gərək. Sadəlik bir yaraşıqdır həm də. Biz, görün necə tərsəməsə fırlamışıq, biz mürəkkəblikdə axtarırıq yaraşığı. Zərzivərdə, bərbəzəkdə, filanda, falanda da. Yəni, gözəlliyi, yaraşığı orada axtarırıq. Halbuki sadəlik özü bir yaraşıqdır. Sadəlik. İllər əvvəl oxumuşdum jurnallardan birində bir cütlük velosipedlə yolculuğa çıxmışdılar. Uzun bir səfər eləmişdilər, neçə min kilometr ölkələri Avropada. Onlardan jurnalist intervyu alır səfər qutarandan sonra. Qayıdandan sonra ilk elədiyiniz iş nə oldu? Qayıtdınız, gəldiniz evinizə. İlk elədiyiniz iş nə oldu bu neçə min kilometr səfərdən sonra? İndi jurnalist nə fərqli cavablar gözləyir, belə elədim, nə elədim. Bunlar deyir ki, valla ilk işimiz bir oldu. Girdik evdəki əşyaların bir xeylisini çıxartdıq hərraca. Başa düşdük ki, nə qədər artıq əşyalarımız, lazımsız şeylər varmış da evdə. O Velikdə gedəndə görüblər də bizə nə lazımdır ki, yaşamaq üçün nə lazımdır bu şeylər var. Deyir, ilk işimiz bu oldu ki, qayıdandan sonra bütün əşya, bir xeyli əşyalarımızı çıxartdıq, gördük, o bizə çox artıq göründü. Çox yük kimi gəldi bunların hamısı. Bilirsiniz də, məsələn, marafon yarışları olur da, qaçış yarışları. Orada bir sprinterlər var, bir də marafonçular var. Sprinterlər tullanan, ən 100 metrlik məsafələri rekord həddə ən sürətli qaçmalıdırlar. Yəni, onların şərti sürətli qaçmaqdır. 100 metr məsafə, məsələn, rekord filan kəsdədir. Bu 9 saniyədir filan. Bir də var marafonçular. Marafonçular isə sürətli qaçmaqları şərt deyil, davamlı qaçmaqları şərt. Onlar, məsələn, bəzən 45 kilometr qaçırlar, bəzən 100 kilometr qaçırlar, marafonçu yarışları. Mən bir dənə yazı oxumuşdum çoxdan əvvəl, bu haqda bir çıxışım var idi, bir təlim var idi. Sprinter və marafonçu. Mən iddia eləmişdim ki, orada insan dünyada sprinter deyil, marafonçudur. İnsan dünya bir yolçuluqdursa, marafon yolçuluğudur, sprinter deyil. Sürətlə atlanım, çatım belə deyil. Sən bir yolçuluqdasan davamlı. Sprinterlərin marafonçulardan fərqi. Sən demə, bunların idmanlarından tutmuş, qidalanmalarına qədər hər şeylər bir 7-8 dənə mövzu var ki, müəllif yazır ki, bunlar fərq edir.
Onlardan biri də arıqlıq köklük məsələsidir. Məsələn, sprinterlər deyir ki, əzələli olmalıdır, əzələləri möhkəm olmalıdır, əzələləri çox olmalıdır. Amma marafonçulara deyir, əzələ manedir. Hətta əzələləri belə az olur. Ona görə marafonçuları görmüsünüz də, yəni bir dəridir, bir sümükdür. Onlara deyir, ət, əzələ, kütlə onlara ümumiyyətlə mane olur da, onlar az olmalı. Bu niyə deyirəm? Sadəlik, yaşamaq, yolçuluq, insan bayaqları jalədir də, insan müsafirdir, səfərdədir, insan yolçu. İnsan yolçu kafasında olanda, həqiqətən bu fərqindəlikdə olanda görür ki, çox şey artıqdır. Yəni artıq şeylərlə yüklənmiş kitab, bunlar bizə lazım deyil. Bu sadəlik zehniyyətinə gəlib çıxmaq, sadə yaşamaq, sadə şeylərdən zövq almaq böyük bir mədəniyyətdir. İnsan yavaş-yavaş gəlir, çatır buna. Əvvəl belə düşünmür, sonra gəlir buna. Sadəlik bir yaraşıqdır, sadəlik ən gözəl mədəniyyətdir. Hər şeyin bir sərhəd vəziyyəti var. Mən Səmavi Mesajlar kitabında bax yazmışam. Deməli, bir dostum var idi, bir sadə misal üzərindən sərhəd vəziyyətini izah edeyim. Bir dostum var idi, uzun saç saxlamağı sevirdi. Yəni, o bəylər saxlayırlar, uzun saçdır, belə. Özünə bəhanə də tapmışdı, yəni sevirdi, bəhanə tapmışdı ki, mən araşdırdım, belə filan. O üçün, sən demək, bizim Peyğəmbərimizin də saçı uzun uymuş filan. Ona görə uzun saxlayıram, tamam saxla. O disiplinli yerlərdə də rejim olan, xüsusi sistem olan, təhsil ocaqları olsun, əskərlik olsun falan, bunlar saça qarşı olurlar da, yəni icazə vermirlər. Nəysə, belə bir arzusu var idi, orada-burada getdi, xahiş minnət, nəsə bu başda saçını uzatmağa. Uzat. Gəldi bir yerdə, gördüm ki, bu çox, neçə gündür çox dəli kimi əsəbidir, çox aqressivləşmə, nə olub? Dedi ki, mən saç uzatmağın sərhəd vəziyyətindəyəm. Ki, biz ona danışmışdıq, Sartrın belə bir sərhəd vəziyyəti. Dedim, o nədir? Dedi ki, indi mən dözə bilsəm bu mərhələdə, saçımı uzadacam. Bu mərhələdə mən yenilsəm, saçımı uzada bilməyəcəm. Hər şeyin deyir ki, bir sərhəd vəziyyəti var. Orada bütün şeylər gəlir üst-üstə də. Orada ya sən davam edirsən, ya da qoyub qaçırsan. O sərhəd vəziyyəti 26-cı kilometr həqiqətən də qəşəngdir. Bütün məsələlərdə belədir. Müvəffəq insanlar sərhəd vəziyyətində davam edən insanlardır. Bir layihə başlayırsan, mən həmişə deyirəm də, o qədər yarımçıq layihələr var. Onlar bəlkə də hesab günü yapışacaqlar yaxamızdan ki, biz niyə yarımçıq qoyduk? Yarımçıq layihələr var da, başlamışdı falan. Amma çox az layihələr var ki, axıracan gedir, tamamlanır. Və insanın o geçtaltın tamamlanması da deyirlər də psixologiyada. İnsan nə qədər ki, yarımçıq layihələrin var, o qədər yarımçıqsansan. Qəfil darıxa bilərsən. Gəlir, pasiyent deyir ki, müəllim, hər şey qaydasındadır belə baxanda, amma ki, narahatam, darıxıram, nəsə elə bilirəm ki, qaydasında deyil falan. Xəbəri yoxdur ki, yarımçıq qaldığı işlər var, yarımçıq qoyduğu layihələr var. O bizə narahatlıq verir, çox maraqlıdır. Yarımçıq qoyduğumuz. Məsələn, hətta araşdırmalar göstərir ki, tövsiyə edirlər ki, biz kompüterimizdə bəzən yarımçıq qalmış fayllar var filan, onları da düzəldin. Ya tamamlayın, ya da silin atın geçsin də. O belə insanı bütünləşdirir, tamamlaşdırır da insan onlardan. İnsan indi bizim bir parçamız oldu da, telefonda təmizlik eləyəndə elə bilir ki, özümüzdə təmizlik eləmiş. Bir yüngülləşmə, bir rahatlaşma gəlir. Yarıcanımız qaldı yanında. Həqiqətən o yarıcanımız qaldı yanında sözü. Bəli. Sərhəd vəziyyəti ona görə elə bir vəziyyətdir. Nəysə, sadəlikdən getdik, çıxdıq sərhəd vəziyyətinə. Sadəlik bir yaraşıqdır. Biz xarizmatik insanları araşdırsaq, onların ən yekdil cəhətləri onların sadə olmasıdır. Sadədirlər. Özümə də, sizə də sadəlik arzulayıram. Bu fərqindəliyi arzulayıram ki, mən bir dəfə gəldim evdə, uşaqları yığdım, dedim, ailəmi, uşaqlarımı yığdım, dedim, bir adam düşünün ki, onun təvazökarlıq etmək şansı yoxdur. Belə bir qərib adam düşünün ki, onun təvazökarlıq etmək şansı yoxdur. Niyə? Çünki onun heç nəyi yoxdur. Onun heç nəyi yoxdur. Əgər təvazökarlıqdırsa da, budur təvazökarlıq, bilmirəm, təvazökarlıq deyirlər filan, amma yəni, əslində budur. Təvazökarlıq mənə görə budur ki, sən həqiqətən başa düşəsən ki,
Sən heç nəyin yoxdur. Təbiətin bir parçasısan. Bir şeyləri başa düşmüş adamsan və yaşamağa çalışan bir müsafir yolcusan. Sənin təvazökarlıq, sadəlik odur ki, sən buna cəhd eləməyəsən. Yəni, sanki mən əslində beləyəm, amma sadə olmağa çalışırsan. Zaten yəni, öz-özlüyündən insan bunu fərq eləməlidir ki, bu dərinliyə çatanda insan sadələşir.